Eyni sınağın 38-ci testi ilə davam edirik. A variantı. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edəcək. A variantı. Periklin strateji seçilməsi nəticəsində marafon döyüşündə Yunanlıların qələbə qazanması olmayacaq. Çünki eyni dövrə və yaxud eyni ilə düşmür. Periklin strategiliyi eramızdan əvvəl 443-cü ildən eramızdan əvvəl 428-ə qədərdir. Marafon döyüşündə Yunanlıların qələbə qazanması eramızdan əvvəl 490-cı ildədir. B variantı. Qırmızıqaşlılar üsyanının yatırılması nəticəsində Çində vuruşan padşahlıqların başa çatması da düz deyil. Çünki Qırmızıqaşlılar üsyanı bizim eranın 1-ci əsrindədir. Çində vuruşan padşahlıqlar dövrünün başa çatması isə eramızdan əvvəl 3-cü əsrdədir. 221-ci ildə Senşoxanzinin hakimiyyətə gəlməsi ilədir. C variantı. Makedoniyalı İskəndərin Hindistana yürüş etməsi nəticəsində Maurya sülaləsinə son qoyulması. Bu da yanlışdır. Çünki Maurya sülaləsi Makedoniyalı İskəndərin ölümündən sonra Chandragupta fəaliyyətə başlamışdı. Ümumiyyətlə, Makedoniyalı İskəndər sağkən bu sülalənin nümayəndələri mübarizəyə başlamamışdı. D variantı. 2-ci Ramzesin Hitler üzərində qələbə qazanması nəticəsində Misirin şimal sərhədlərinin ilk dəfə Fərat çayına çatması. Bu da yanlışdır. Çünki Misirin şimal sərhədlərinin ilk dəfə Fərat çayına çatması 1-ci Tutmosa aiddir. E variantı. Afinanın Kiçik Asiyadakı üsyançılara kömək etməsi nəticəsində 1-ci Daranın Yunanıstana hücum etməsi. Bu doğrudur. Bu elə müharibənin başlanmasının ilk addımları sayıla bilər. Yunan-Əhəməni müharibəsinin. 39-cu testə də baxaq. Paleolit dövründən fərqli olaraq mezolit dövrünə aid hadisə seçəcəyik. A variantı. Ölülər yaşayış məntəqələrindən kənarda dəfn edilir. Xeyr, bu Tunc dövrünə, erkən Tunca aiddir. B variantı. İnsanlar qəbilə icması halında yaşayırdılar. Bu da paleolitlə mezolitin fərqi deyil, oxşarlığıdır. Çünki üst paleolitdən insanlar qəbilədə yaşayır. Ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Bu da paleolit dövründən fərqli olaraq mezolitdə olmuş hadisə deyil. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. Bəli, istehsal təsərrüfatına keçidin əsası mezolitdə qoyulubdur. Əkinçilik və maldarlığın yaranması nəticəsində bu paleolitdən mezolitin fərqidir. İnsanlar süni yolla od əldə etməyi öyrənməsi də düzgün cavab deyil. Çünki süni odun yaranması Neolit orta paleolit dövrünə aiddir.